Salam əziz izləyicilər. Bugün ABŞ-İran qarşıdurmasından danışmaq istəyirəm. Daha doğrusu, bu qarşıdurma hərbi əməliyyatlara keçdiyi təqdirdə region və dünyanı nələr gözləyir sualını cavablandırmağa çalışacağam. ABŞ prezidenti Donald Trumpın müharibə yox, biznes adamı olmasına rəğmən, dünyada ölkəsinin və özünün imicini möhkəmləndirmək məqsədi ilə əzələ nümayişindən istifadə etməsi məntiqli görünür. Xüsusilə 2025-ci ilin 14 aprelində Trumpın verdiyi sərt bəyanat vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Trump İranı nüvə silahı əldə etməyə çox yaxın olmaqla ittiham edərək bildirib ki, əgər çox sərt addımlar atmalı olsaq, atacağıq. O həmçinin qeyd edib ki, əgər İran nüvə silahı arzusundan əl çəkməzsə, çox sərt cavabla qarşılaşacaq. Bu bəyanatlar ABŞ və İran arasında ikinci raund danışıqları ərəfəsində səsləndirilib və müharibə ritorikasını daha da gücləndirib. İndi gəlin bu ehtimal gerçək olarsa, nələrin baş verə biləcəyini təhlil edək. Hamını düşündürən əsas sual, ABŞ İrana zərbə endirmək istəsə, məhdud zərbələrlə kifayətlənəcək, yoxsa biz geniş miqyaslı müharibənin şahidi olacağıq? Bu sualın cavabı birbaşa ABŞ administrasiyasının geosiyasi məqsədləri, qlobal risklərə hazırlıq səviyyəsi və bölgədəki müttəfiqləri ilə koordinasiyasından asılı olacaq. Hərbi müdaxilənin formasını seçmək tək texniki yox, həmçinin siyasi və strateji qərar olacaq. Mümkün iki əsas ssenarini və onların fəsadlarını təhlil edək. Ssenari 1. Məhdud hava zərbələri və lokal müdaxilə. Əgər ABŞ-ın məqsədi sadəcə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olacaqsa, bu zaman lokal və qısa müddətli hava əməliyyatları ssenarisi üstünlük təşkil edə bilər. ABŞ və müttəfiqləri yüksək dəqiqlik göstəricilərinə malik raketlər, dronlar, bombardmançı təyyarələr vasitəsilə Natanz, Fordo, Arak kimi nüvə obyektləri və onların ətrafında yerləşən hava hücumundan müdafiə sistemləri, komandir məntəqələrinə zərbə endirə bilər. Bununla yanaşı, İranın rəqəmsal məkana kiber müdaxilələr də istisna etmək olmaz. Bu tip əməliyyatların məqsədi sanksiyaları dəstəkləyən cəzalandırıcı zərbə ilə rejimin davranışını dəyişməyə məcbur etməkdir. Əlbəttə, İran bu hücumu cavabsız qoymayacaq, cavab zərbələri endirəcək və Hörmüz boğazını bağlayacaq. Hərbi toqquşma regional neft ixracının pozulması və neft qiymətlərinin artmasını gətirib çıxara bilər. Həmçinin bu İranın qisas hüququ ritorikasını gücləndirər və qeyri-dövlət oyunçuları, məsələn Hizbullah vasitəsilə ABŞ və İsrail mövqelərinə asimetrik cavablarla nəticələnə bilər. Ssenari 2. Rejimin dəyişdirilməsinə yönəlmiş total müharibə. Əgər Vaşinqtonun məqsədi İran rejimini kökündən dəyişmək, yəni rejim dəyişiklikləri siyasətinə qayıdışdırsa, bu zaman kompleks, uzunmüddətli və çoxsahəli müharibə gündəmə gələ bilər. Bu, bir neçə mərhələli və geniş miqyaslı hava, quru, dəniz, kiberməkan və informasiya sahələri daxil olmaqla əməliyyatlarla müşahidə oluna bilər. İlkin mərhələdə əsas məqsəd komanda və nəzarət sistemlərinin hava hücumundan müdafiə və rabitə infrastrukturunun sıradan çıxarması olacaq. Bu mərhələdə həm real raket hücumları, həm də kiberməkana hücum vasitələri istifadə oluna bilər. İkinci mərhələdə hərbi bazalara və elit hərbi hissələrə, məsələn, İslam İnqilabı Keşikçiləri Korpusu, xüsusilə Qüds briqadası hücumları gözləmək olar. Üçüncü mərhələdə İran daxilində sabitliyi pozmaq üçün informasiya müharibəsi, daxili müxalifət qruplarının dəstəklənməsi və paralel diplomatik təzyiqlərdən istifadə oluna bilər. Dördüncü mərhələdə isə quru qoşunlarından məhdud sayda istifadə etməklə müəyyən strateji əraziləri ələ keçirilməsi baş verə bilər. Lakin bu riskli və çoxsaylı itkilərə səbəb ola biləcək bir addım olar.
Lakin belə bir addım atmaq üçün ABŞ rəhbərliyinin qətiyyəti yetəcəkmi və bunun üçün beynəlxalq dəstək əldə edə biləcəkmi? Sualları açıq olaraq qalır. Bəzi analitiklər qeyd edirlər ki, ABŞ İrana zərbə endirmək istəyərsə, bunu İsrailin əli ilə edəcək. Bəli, belə bir əməliyyatda İsrail həm fəal iştirakçı, həm də əməliyyata təkanverici qüvvə rolunda çıxış edə bilər. Heç kəs üçün sir deyil ki, İsrailin İranın nüvə obyektlərinə qarşı hava zərbələri üçün hazırlıqları artıq uzun illərdir davam edir. Yaxın Şərqdə yerləşən hava bazaları, Massadın regionda geniş şəbəkəsi, yüksək texnoloji imkanları bu rolu reallaşdırmağa imkan verir. Diplomatik və informasiya cəbhəsində də Təl-Əviv həm Vaşinqton, həm də Avropa paytaxtlarında İran təhlükəsini qabartmaqla geniş koalisiyanın formalaşmasına çalışa bilər. Lakin nəzərə almaq lazımdır ki, İsrailin bu əməliyyatda açıq iştirakı münaqişənin regional miqyasını daha da dərinləşdirə bilər. İran tərəfindən cavab olaraq Hizbullahın, Həmasın və digər regional qrupların aktivləşməsi gözləniləndir. Bu isə Qəzza və Livanda yeni cəbhələrin açılması deməkdir. Ümumiləşdirək. Bu cür hərbi qərarlar təkcə İran və ABŞ arasındakı münasibətləri dəyişmir. Onlar qlobal enerji bazarından tutmuş, Çin və Rusiya ilə münasibətlərə qədər çoxşahəli təsirlərə malik ola bilər. Hər iki ssenaridə də nəticə qısa müddətli olmayacaq. Bölgədəki güc balansını yeni təhlükələrin yaranmasına səbəb ola bilər. Keçək ikinci suala. ABŞ-İran müharibəsinin başlanması dünyaya necə təsir edəcək? ABŞ tərəfindən ilk raketlər buraxılan andan etibarən dünya düzənində zəlzələyə bərabər sarsıntı yaşanacaq. Bu təkcə yaxın şərq deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. İlk 24 saat prosesin yönünü təyin edən kritik dövr olacaq. Bu zaman çərçivəsində baş verəcək hadisələr həm diplomatik, həm hərbi, həm də iqtisadi müstəvidə dərin izlər buraxa bilər. İran hərbi güc baxımından ABŞ-la müqayisədə zəif olsa da, asimetrik müharibə strategiyasında uzun illərin təcrübəsinə malikdir. Bu səbəbdən cavab zərbələri geniş coğrafiyanı əhatə edə bilər. Məsələn, İranın təsir dairəsində olan qruplar vasitəsilə ABŞ-ın İraq və Suriyadakı bazalarına hücumlar təşkil oluna bilər. Raket zərbələri və dron hücumları bu bazaları hədəfə ala bilər. İran Hizbullah vasitəsilə İsrailin hərbi və mülki infrastrukturunu zərbələr endirə, eyni zamanda Qəzza zolağında Həmas və İslami Cihad vasitəsilə Cənub cəbhəsi də aktivləşdirilə bilər. Regionda ABŞ-la sıx əməkdaşlıq edən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin neft infrastrukturları və liman obyektləri də İranın hədəfinə tuş gələ bilər. Göründüyü kimi, regionda geniş miqyaslı qarşıdurmalar və hücumlar dalğası başlayacaq. Sülh prosesləri dayandırılacaq, bir çox ölkələr səfirliklərini bağlayacaq. Hadisələrin bu cür inkişafı Rusiya və Çin kimi siyasi ağır şəkilləri də hərəkətə gətirəcək. Hər iki güc ABŞ-ın birtərəfli hərbi əməliyyatını qətiyyətlə qınayacaq və bu münaqişəni öz siyasi oyunlarında istifadə etməyə çalışacaqlar. İlk olaraq BMT-nin Təhlükəsizlik Şurasının təcili iclası çağırılacaq. ABŞ-ın legitimliyi sual altına qoyulacaq. Rusiya və Çin tərəfindən hərbi əməliyyatın dayandırılması ilə bağlı qətnamə layihələri təqdim edilə bilər. Əgər ABŞ veto hüququndan istifadə edərsə, bu BMT-nin nüfuzuna növbəti zərbə olacaq. İkincisi, Rusiya və Çin İranı siyasi və informasiya sahəsində müdafiə etməklə yanaşı, iqtisadi dəstək və silah texnologiyaları baxımından açıq dəstəkləyə bilərlər. Üçüncüsü, həm Çin, həm Rusiya ABŞ-ın hərbi güc tətbiqini qaydalara əsaslanan beynəlxalq sistemin iflası kimi təqdim edəcəklər.
və yeni dünya düzəninin formalaşmasında öz mövqelərini gücləndirməyə çalışacaqlar. Avropa İttifaqı üçün İranla münaqişənin genişlənməsi birbaşa təhlükəsizlik və miqrasiya riskləri deməkdir. Bu səbəbdən Avropa İttifaqı dərhal bu addımları atmağa çalışacaq. Birincisi, diplomatik vasitəçilik. Fransa və Almaniya başda olmaqla aparıcı Avropa İttifaqı ölkələri ABŞ və İran arasında vasitəçilik təklif edəcək. Tərəfləri danışıqlara çağıracaq. İranı 2015-ci ildə əldə edilmiş əhatəli birgə fəaliyyət planı sazişinə qaytarmağa çalışacaqlar. Avropa İttifaqı miqrasiya və terror riskləri ilə bağlı ciddi tədbirlərə əl atmalı olacaqlar. Çünki münaqişənin genişlənməsi milyonlarla insanın qaçqın vəziyyətinə düşməsi və radikal qrupların aktivləşməsi ilə nəticələnə bilər. Bu, Avropanın daxili siyasətində də yeni gərginliklər yaradacaq. İrana hücum qlobal iqtisadiyyata birbaşa təsir göstərəcək. Hörmüz boğazı üzərindən dünya neftinin təxminən 20% daşınır. Bu boğazın təhlükəyə məruz qalması və İranın təhdidlərinə cavab olaraq gəmilərin hərəkətinin məhdudlaşdırılması qısa müddətdə aşağıdakı nəticələrə gətirib çıxara bilər. Neftin qiymətində sıçrayış. Neftin bareli 120-150 dollar aralığında yüksələ bilər. Bu, enerji ilə yanaşı ərzaq və istehsal qiymətlərinin də artımı deməkdir. Qlobal inflyasiya. Artan xərclər dünya üzrə istehlak bazarlarında qiymətləri artıracaq. Bir çox inkişaf etməkdə olan ölkələrdə sosial narazılıqlara gətirib çıxaracaq. ABŞ və Avropa İttifaqında iqtisadi siyasətə təzyiq artacaq. Enerji qiymətlərinin yüksəlməsi inflyasiyanı artıracaq, amma bu şəraitdə faiz dərəcələrini yüksəltmək çətinləşəcək. Nəticədə həm inflyasiyanın qarşısını almaq, həm də iqtisadi geriləmənin qarşısını almaq çətin olacaq. Beləliklə, göründüyü kimi, ilk 24 saat təkcə hərbi baxımdan deyil, qlobal diplomatiya və iqtisadiyyat baxımından da oyun qaydalarını dəyişəcək mərhələ olacaq. Hər bir reaksiya növbəti addımların tonunu müəyyən edəcək. Vəziyyətin necə inkişaf edəcəyi bundan sonra atılan addımların düşünülmüş şəkildə planlanmasından, reaksiyaların koordinasiyasından və güc mərkəzlərinin rasional qərar verməsindən asılı olacaq. Bəs mümkün müharibə Azərbaycan üçün hansı risklər yarada bilər? Ondan başlayaq ki, ABŞ-İran münaqişəsi Azərbaycanın birbaşa daxil olduğu savaş olmayacaq. Amma Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan, bu qarşıdurmanın geosiyasi, iqtisadi və təhlükəsizlik dalğalarından yan keçə bilməyəcək. Coğrafi yaxınlıq, enerji infrastrukturundakı strateji rol və regional nəqliyyat dəhlizlərində iştirak Azərbaycanı dolayı yollarla bu münaqişənin aktiv təsir zonalarına daxil edir. Ondan başlayaq ki, İranın daxil olduğu və sərhədindən keçən alternativ yol xətləri bu münaqişə kontekstində risk altına düşəcək. Əgər İran daxilində sabitlik pozularsa və ölkənin qərb sərhədlərində hərbi və ya sosial təlatüm baş verərsə, Azərbaycanın Naxçıvanla olan nəqliyyat logistika planları təxirə salına bilər. Bundan başqa, Azərbaycanın tranzit ölkə kimi dəyəri artdığı halda təhlükəsizlik riskləri də yüksələcək. İranın sərhədindəki gərginlik şimal-cənub və şərq-qərb dəhlizlərinin fəaliyyətini sual altına ala bilər. Hindistan və Rusiya üçün əhəmiyyətli olan bu marşrutlar daha çox diqqət mərkəzinə gələcək və Bakı üzərinə diplomatik təzyiqlər arta bilər. Başqa bir məsələ. Avropa üçün alternativ enerji mənbəyi kimi önə çıxan Azərbaycan bu münaqişə fonunda daha da vacib tərəfdaşa çevriləcək. Bu hal isə İranın potensial təhdidləri ilə müşahidə oluna bilər. İstər informasiya məkanında, istərsə də hibrid yollarla, məsələn, kiberhücumlar, sərhəd insidentləri və s. İrana hərbi müdaxilə etnik, siyasi və ya iqtisadi səbəblərlə qaçqın axını ehtimalını artıracaq və bu axının üst tutacağı istiqamətlərdən biri Azərbaycan olacaq. Bu, sərhəddə humanitar və təhlükəsizlik təhdidlərinin artması ilə nəticələnə bilər. Məsələn,
Regionda öz maraqlarını qorumağa çalışan üçüncü tərəflər, məsələn İran daxilindəki radikal qruplar, Azərbaycanın sərhədlərində və ya cənub bölgəsində təxribatlar törədə bilər. Bəs ABŞ-İran qarşıdurması İrandakı soydaşlarımız üçün hansı perspektiv və risklər yaradır? Əlbəttə, Molla rejimi Cənubi Azərbaycanda nəzarəti sərtləşdirəcək. Müharibə şəraitində İran hakimiyyəti etnik azlıqlara, xüsusilə Azərbaycanlılara daha çox nəzarət etməyə çalışacaq. 5-ci kolon ritorikası güclənə, bəzi fəallar həbs oluna və ya təqibə məruz qala bilər. İkincisi, milli şuurun yüksəlməsi ehtimalını nəzərdən qaçırmaq olmaz. İran daxilində yaşayan Azərbaycanlılar, xüsusilə gənc nəsil, bu münaqişədən istifadə edərək haqlarını tələb etməyə, öz etnik mədəni kimliklərini ifadə etməyə çalışa bilərlər. Bunlar Azərbaycanı balanslı siyasət aparmaq məcburiyyətində qoyacaq. Bir tərəfdən Azərbaycan İranla açıq qarşıdurmadan çəkinməli olacaq. Digər tərəfdən isə etnik soydaşlarına qarşı baş verən haqsızlıqlarla bağlı mövqeyini ortaya qoymalıdır. Bu isə incə diplomatik manevrlər tələb edən bir duruma gətirib çıxaracaq. Azərbaycanın Türkiyə və İsrail ilə yaxın hərbi və enerji əməkdaşlığı Tehran-Bakı münasibətlərini daha da gərginləşdirə bilər. İran Azərbaycanı İsrailin platforması kimi görməyə başlaya bilər və bu rəsmi Tehran tərəfindən sərt ritorika və siyasi təzyiqlərlə müşahidə oluna bilər. Rusiya bu vəziyyətdə Azərbaycanın neytrallığını qorumasını istəyəcək və eyni zamanda İranın daxili vəziyyətindən istifadə edərək Cənubi Qafqazda öz rolunu möhkəmləndirməyə çalışa bilər. Beləliklə, Azərbaycan üçün bu vəziyyət həm risklər, həm də fürsətlər dövrü olacaq. Regionun enerji və nəqliyyat təhlükəsizliyində artan rolu Bakını önə çıxarır. Lakin bu, eyni zamanda Azərbaycanın geosiyasi diqqət mərkəzində olmasına səbəb ola bilər. Buna görə Azərbaycan təhlükəsizlik siyasətini yenidən qiymətləndirməli, sərhəd nəzarət sistemlərini modernləşdirməli, daha elastik və çevik, eyni zamanda prinsipial, diplomatik həmlələrə hazır olmalıdır. ABŞ-ın İrana hərbi müdaxiləsi ssenarisi gerçəkləşməsi Ukrayna cəbhəsində hansı fəsadlara səbəb ola bilər? ABŞ-ın İrana qarşı geniş miqyaslı hərbi əməliyyata başlanması bir mənalı olaraq Ukrayna-Rusiya müharibəsinin də gedişinə ciddi təsir göstərə bilər. Bu müharibə paralel olaraq iki əsas cəbhədə, Ukrayna və İranda aparılarsa, ABŞ və Qərbin resursları bölünəcək. Bu da Ukraynanın müdafiə qabiliyyətini zəiflədə bilər. İranla müharibə başlayarsa, konqresdə və mediada əsas gündəm İrana yönələcək. Bu isə Ukrayna üçün nəzərdə tutulan hərbi maliyyə paketlərinin qəbulunda siyasi iradənin zəifləməsinə səbəb ola bilər. Hərbi resursların, silah-sursatın və texnikanın prioritetləşdirilməsi zəruri olacaq. ABŞ üçün İrana qarşı təcili istifadə olunacaq sursat və texnika tədarükü Ukrayna üçün nəzərdə tutulan yardımın gecikməsinə gətirib çıxara bilər. ABŞ-da və Qərbdə seçicilər müharibə yükündən yorulmuş vəziyyətdədirlər. İrana qarşı yeni müharibə başladıqda ictimai rəy Ukraynaya yardımların dayandırılmasını daha rasional hesab edə bilər. Bütün bunların fonunda Rusiya Ukraynada yenidən üstünlük əldə etmək üçün hərbi və diplomatik aktivlik göstərə bilər. ABŞ-İran müharibəsi yalnız regional təhlükəsizlik məsələsi deyil. Bu həm də beynəlxalq münasibətlər sisteminin qırılma nöqtəsidir. Əgər bu münaqişə genişlənərsə və diplomatik struktur, BMT, beynəlxalq hüquq böhran yaşayarsa, nəticədə yeni dünya düzəni, daha dəqiq desək, parçalanmış və rəqabətli dünya düzəni meydana çıxacaq. Yekun. ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatı sadəcə lokal qarşıdurma deyil. Bu, beynəlxalq münasibətlər sisteminin strukturuna yönəlmiş strateji sarsıntıdır. Bu müharibə yalnız raketlərin və pilotsuz aparatların uçuşu ilə deyil, həm də dünya düzəninin əsas dayaqlarının silkələnməsi ilə yadda qalacaq. Bu müharibə geosiyasi reallığı dəyişəcək.
Qərb və Şərq arasındakı rəqabət təkcə iqtisadi və informasiya sferasında deyil, artıq müharibə müstəvisinə keçəcək. Bu münaqişə ilə dünya post-BMT dövrünün astanasına qədəm qoyacaq. İndi məsələ təkcə müharibəni udmaq yox, sistemi dəyişmədən onu sabit saxlamaqdır. Əks halda bizi parçalanmış, qaydasız və qeyri-sabit bir planet gözləyir. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.